Var olun Asim müəllim. Mənə çox sürpriz oldu. Bu tədbirə ehtiyacımız var. Daha çox belə tədbirlərin keçirməyinə ehtiyac var. Səhv eləmirəmsə, Həsən bəy Zərdabinin sözüdür. Yaxşı kitab çox qiymətli xəzinədir və babamız Nizami nə qədər kitab var dünyada belə çalışıb hamısını gətirdim ələ. Ərəbcə, dəricə yeri düşərkən Buxari, Təbəri əsərlərindən oxudum. Sonra da vardım. Hər gizli xəzinədən bir dür çıxardım. Və mənim diqqətimi çəkən xanımın sözü çox xoşuma gəldi ki, əgər kitaba maraq olsa, onda korrupsioner bir cəmiyyət olmaz. Bəli, çox dəyərli sözdür. Və mən də sözsüz ki, elə qanun-ünvan yaradıcılığına müraciət edəcəyəm. Çünki ən azından qanun-ünvan şeirlərini o yazanda mürəkkəbi qurmamış mən işləm. Bir mənəvi tənqidçisi olaraq qorxmadan addımla ömür yolunu, məğlubdur dolaydan tindən keçənlər. Çatdıra bilmədi yüzə ömrünü, ömür üçün milyondan, mindən keçənlər. Mərdlik timsal var qartal səsində, namərd torun qurar hər hiləsində. İşdir, qızıl tapsan dağ zirvəsində, gələcək ardınca səndən keçənlər. Ümman, ürəyini faş edər dilin, əgər fayton olsa nankora belin, unutma, gövfərə çatmasa əlin, səndən keçəcəkdir, səndən keçənlər.